hamımızın bildiyi məlumatları təzələyək ki, neçə siyasi sistem var və neçə quruluş var, hansılar ki, bu Azərbaycana təsir edir. Siyasi sistemləri Platonun və Aristotelin daha çox dediyi tərzdə çalışacağım. Çünki onların dediyi üzərində bugünə qədər siyasi sistemlər, siyasi fəlsəfə. Belə deyək, birinci krallıq, yəni kral hakimiyyəti, krallıq. Və bu olurdu, ikinci forması piramida. Üçüncü və ya ikinci biz karakterize edə bilərik. Kim deyə bilər? Yəni, məsələn, krallıqdan sonra nə gəlir? Aristokratiya. Və onun da, belə deyək, gevşək forması, yəni uzunmuş forması olur. Konstitusiya monarxiya burada ola bilər. Krallıqda, yəni krallığın formalarından biridir. Konstitusiyalı monarxiya və ya krallığın monarxiya kimi də qiymətlərdir. Sadəcə mən Platonun qoyduğu adlarla danışıram ki, yəni bir mənbəyə istinad olsun. Oklokratiya. Və nəticədə 5-ci və ya Aristotel deyir, məsələn, 1, 2, 3, Platon deyir 5-ci. Demokratiya. Və 6, pozitiv demokratiya. Yəni, anarxiya. Pozulmuş demokratiya. İndi biz baxırıq ki, bunlar nədir? Burada söhbətlə deyil. Siz hamınız krallıq görmüsünüz. Kral çox güləriz olur. Məsələn, Platon təklif edir ki, həmişə krallıq olsun. Ən yaxşı quruluş krallıqdır. Amma kral olsun. Bir dindar təklif edə bilər ki, krallıq olsun, kral dindar olsun. Yəni, bu çox normal. Çünki krallıqda bir harmoniya var. Kral heç vaxt qudurmur. Kral həmişə kralı bilir, insanları bilir, hər bir şey bilir. Amma birdən kral qudura bilər. Yəni, kral birdən-birə dəyişə bilər. Bütün qərarları mən verirəm, kralam və günlərin bir günü başlayıram mən pulum artırım və ya nə hansısa bir forma. Başlayıram artıq fərdi eqom ortaya qoyum. Məsələn, kimisə mənə əks fikir dediyinə görə asıram. Nə parlament tanıyıram, nə konstitusiya tanıyıram, nə qanun tanıyıram. Başlayıram, yəni qudurmaq. Bu qudurlarında, yəni kralın qudurması nəticəsində yaranan sistemları tiraminidir. Baxın, məsələn, götürək Fransa. Fransa 1789 inqilabına qədər. Fransada əvvəl bir krallıq var. Lidoviklər, məsələn. Sonradan bu Lidoviklərdən bir qudurğa çıxdı. Və o başladı hər kəsə kəsməyə, asmağa. Və o kəsib asanda oldu tiran. Kimi kəsib atır birinci? Bunun birinci düşməni aristokratlardır. Yəni parlament, onunla hakimiyyəti bölüşmək istəyənlər bu xalqa çatmır. Hələ birinci gerək öz ətrafını təmizləyir. Məsələn, Leninin kral kimi hakimiyyəti gəlməsi və sonradan tiran İslam. İslam üçün birinci düşmən Trotski. Yəni bir yerdə olublar, bir yerdən mübarizə aparıblar, fərq etməz. Yəni birinci aristokratiya. Yəni çünki bunlar hakimiyyət bölüşdürürlər. İndi bu hakimiyyəti tək əlində olmasın. Bunu tək əlində saxlamaq üçün sənlə bir yerdə o başı bölüşdürənləri incəsini əlindən almalısın. Kim vermirsə öldürməlisin. Və bu an əslində burada müharibə başlayır. Bütün müharibələrdə istifadə olunan xalqdır. Yəni xalq bütün savaşlarda öndə olur. Amma kimə xidmət edir o başqasında. Və bugünə qədər bütün dünyada bu dəyişiklik olur. Necə? Krallıq heç vaxt uzun sürmüyor. 50-100 il sürə bilər. Amma krallıq heç vaxt birbaşa aristokratiya keçmir. Krallıq qaldıqca hər şey normaldır. Kral nə vaxt tirana çevrilirsə,
Onda aristokrat ondan mübarizə başlayır. Və əmin olun ki, bu 5 il çəkə bilər, 10 il çəkə bilər, 50 il çəkə bilər. Amma aristokrat tiraniyan budur və hakimiyyət dəyişir aristokrat. Heç vaxt tiraniyadan sonra hakimiyyətə demokratlar gəlmir. Xalq gəlir. Niyə? Çünki tiranla xalq arasında çox böyük uçurum var. Xalq tiranı bilmir, tanımır. Yəni, deyir ki, ümumiyyətlə, onun üçün çox çətindir. Tiran haqqında fikir deməyək, o əvəz edəməyək. O fikirləşir ki, onu heç kim əvəz edə bilməz. Artıq tiran hərbilə satmış bir insan, o günəşin öldü, yaşasın kralın, kral öldü, yaşasın günəş var. Yəni, günəş kralı, o kimi bənzər ki, günəşlə bənzərdirlər və s. Yəni, onu əvəzləməyə xalq özündə güc tapa bilmir. Amma aristokrat ona biraz yaxın olmuyor, aristokrat ona əvəzləyə bilir. Məsələn, Rıza Şah, İranlı. Onun əslində devrilməsində xalq çox böyük rol oynuyor. Bu tirandır. Amma hakimiyyətə heç vaxt xalq özü gələ bilməz. Ən güclü aristokratik təbəqə onda xalq kim idi? İranlı. Hatırlayın, 1979. Ruhanidə. Yəni, pulları var, ondan sonra liderləri var, kitabları var, nə bilim, dayandıqları bir dəyər var və onlar üçün artıq bir imkan var idi, şans var idi ki, yəni onlar bunu əldə eləsinlər və siz gördünüz, məsələn, mübarizə Təbrizdən başlayır. Təbriz bu qədər də dindar ölkə deyil. Mübarizə Tehrandan başlayır. Məsələn, burada quruluşlardan istifadə edir. Məsələn, demokratiyanı götürür bir siyasi sistem üçün. Bunu qoyub Hristiyan demokratiya, sosial demokratiya, ondan sonra millətçi demokratiya və liberal demokratiya. Axı, belə əslində, aristokratik təbəqənin maraqlarını qoruyurdu ideologiyalar. Hansı ideologiyalar? Məsələn, bunu deyirlər ki, biz dindarlar olmasın. Teokratiya bir, bunlar üçün cəbərdir. Bunu onun əlindən alır, deyir ki, demokratik olacaq. Sən seçib, xalq, istəyirsən, olasına rəhbər. Oradan qaydarım, yəni ki, o səsində qaydaram. Artıq xalq hesab edir ki, hər şey onundur. Və başlayır bir bərabərlik. Xalqın yaratdığı bu bərabərliyin qarşısını almaq üçün kral lazımdır. Və hamı baxır belə ki, yəni biz özümüzü idarə edə bilmirik, bizi idarə edən lazım. Və gedirlər hava limanına ki, artıq oradan gəlsin. Yəni, özünü idarə etməyə bacarmayan insan özünü idarə edən axtarır. Jean Jacques deyir ki, insanlar dövlədə vaxt durmağı fikirləşdirək ki, gördülər ki, bunlar ədaletsizdir, bölə bilmirlər, ədalət axtarmaq başlayır. Əslində, dövlət ədaləti bərpa etmək üçün qurulur. Dövlətin təməli əslində ədalət olmalı. Və məhkəmə sistemində bu ədalətin davamıdır. Məhkəmə sisteminin müstəqil olmayan dövlət, ədalətli dövləti və ümumiyyət o dövlətdir. Yəni, məntiq etməlidir. Çünki kimlərin səhərində ədalət olmalı. Vətəndaş da o dövlətə inanmır. Burada demokratiyanın da bozulması. Üstünlə bacarını görəcək. Suriyanın haqqında var. Suriyanın problemi odur ki, tiran gelir. Yəni, bir mənalıqda, yəni, dostumuzu yola salacaq. Amma kim gələcək? Yoxdur. Var bir mənalı dinlardır. Yəni, şiyalar. Yoxsa sünnilər. Şiyalar azlıqda və hakimiyyətlər. Sünnilər gələcək. Və dindar görüş olacaq. Yağışdan çıxdıq mı? Onlar düşdür. Yəni, qərb bundan ötürü nə əziyyət çəksin ki, onsuz sonrasında sünnilər gələcək. Misirdə insanımızda şansı var idi da, yəni, hərbçilərin gəlməyi, turistlə hərbçilərin gəlməyi, ya da yəni, o, siz belə baxmayın. Bütün elita yoxdur Libyada, aşiyyət rəhbəri. Hamısı uşaqlığında ən yaxşı universitetlərdə olur. Yəni, çox ciddi bir intellektual kəsim var Libyada. Və həm də lift pulu var idi orada, biraz Avropa ilə də yaxın idi. Bu Suriya bərəfası, vəziyyəti çox pisdir. Niyə? Çünki bundan sonra hakimiyyətə dindarlar bir yarında sünnilər. O sünnilər, siz təsəvvür edin ki, Əl-Qaidiyə çox yaxın. Və havaya bəyanatlar verilmir. Məsələn, bəyanat verirlər ki, biz qorxuruq ki, bugün Suriyada istifadədən silahlar Əl-Qaidanın əlinə keçsin.
O ki, yəni bu sünnilər əslində onlar bir-birine çox yaxşı anlaşa bilirlər. Və ya Hizbullah. Din aristokratiya daha yaxın olur. Sosializm aristokratiya daha yaxın olur. Məsələn, Politburo. Niyə? Çünki təsəvvür edin ki, siz xalq öz iradəsinin ifadəçisini axtar. Yəni, xalq deyir ki, mənim bir dənə üzüm var. Bu üzüm belə deyil. Liderim budur. Məni də ifadə edir. Məsələn, Adolf Hitler. Məsələn, Mussolini. Yəni, hansını istəyəcək olacaq? Kral kim gəlir? Hə, sonradan Mark başlayandan sonra kənara çevrilir, o başqa məsələ. Yəni, Mark ilə ölçüdə, zaten onu müəyyənləşdirmək olan kral özü tirandır. Çünki Mark'a gelirsə, ölən insanlar deyirlər ki, it yəni, kimsə ölürsə fazla sahibdir, yəni, Mark'a. Kral. Məsələn, və Avropa baxdı ki, millətçilik hansısa bir periyodda Avropada yenidən baxmalıdır. Yəni, bu təbii prosesi. Milli burjuaziya, millətçi bir ölkədə aristokratiyanın adıdır. Və məsələn, demokratiya məktəbində mən belə danışanda, danışıb qanadın uşaqlar deyirlər ki, sən daha çox millətçisən, nəyin ki, liberalizm çox tərəflənmir. Həmişə. Çünki hər şeyin başı buradan gedir. Əslində o liberallara milli burjuaziyanın adı sonradan dəyişib olacaq liberalizm. Niyə? Çünki sən birinci, məsələn, mənə deyirlər, sən liberalsın. Nə qədər liberalam? Fikirlərində liberalam, başqa etmir. Çünki bir liberalın maşını olar, evi olar, villası olar, nə biləm, dincəlməyə Antalya'ya gedər falan. Əslində Avropada, Amerikada, mən liberalam falan. Hə, liberal düşüncəlisiz deyib keçin. Yəni, sən ancaq belə düşünə bilərsən, öz təyyarən yoxsa, yəni, öz biznesin olmalı. Yəni, biznesin yoxsa sən artıq və başqasının öz biznesini müdafiə edəmək falan, ondan. İndi, və kral müdafiə edir bu dəyərləri, milli burjuaziya yaranır. Sonradan, o millətçi, məsələn, Hitler, özünü millətçi kimi təqdim edir, bir də sosializm gətirib qoşmuşdur. Çünki əslində o sosializmlə heç bir əlaqəsi yoxdur, nasional sosializm deyil. O sosializm ona görə götürülmüşdür ki, həmin dövrdə kriz var idi Avropada, ümumiyyətlə dünyada. Və o krizdən çıxış yolu sosializmlə keçirdi və o sosializmlə keçirdi. Çıxış yoluna. İndi, tiran olandan sonra, onun yerinə hakimiyyətə gəlir aristokratiya. Milli burjuaziya. Və heç vaxt görünmüyor ki, milli burjuaziya hakimiyyətə gəlsin və həmin millətçi işlər davam edəsin. Niyə? Çünki artıq bunu əlində, məsələn, bir Almandır, Mercedes var edərlər. Sənədləri bağlamışlar, heç bunları gətirməsin. İndi bunun əlində o qədər Mercedes var ki, Almana sıxa bilmir. Buna lazımdır dünyaya çıxsın. Dünyaya da çıxa bilmir. Dünyada deyir ki, qarışıq sənə də var. Mən sənə masala bilirəm. Niyə? Çünki mən pula qoydum sana. Mən sənin üçün nəyəm, mən də pula qoyuram, sən də masala. Mən al verimi içməyəm. Çünki o heç bir pula qoymuyor, mən də onun pula qoymuram, işləyirik. İlk, bu nə eləməlidir? Malını satmaqdan ötürü, başqası ilə əməkdaşlığa getməlidir. Başqası ilə əməkdaşlığa getdiyi an artıq pullar sınır. Sən səhətdə kvotaqlarınızı qoyamazsın. Bunu qoymayanda artıq ölkə nəyə çevrilir? Liberal ölkə. Ölkə açılır. Ölkə açılır və buna ölkəşməyən xalq biraz həyəcanlanır. Nə bileyim, hamı deyir ki, qalsın yaxşı. Və aristokrat edir ki, siz heç də bax bilmirsiniz, siz mühümdə geri almışsınız. Bunu biz bundan ötürür. Bu da xalqı izah eləməkdən ötürür, yəni sürmüşdür. Siz deyirsiniz, təhsil. İndi təhsil önünü görürük. Söhbət 50 bundan qabaq. 50 bundan qabaq təhsil o qədər. Millətçilik Azərbaycanda güclüdür. Sosializm yoxsa liberalizm? Millətçilik. Azərbaycan siz dövlətdə deyirsiniz yoxsa vətəndaşlarda? Dövlətdə. Ümumi. Dövlətdə kralı var. O fərqli olur ha. Məsələn, İran dövlət olaraq bir daha
insanları, vətəndaşları Türkiyədə tərsinə idi. Bu dəqiqə Türkiyədə dindarı. Türkiyədə hakimiyyətdə şeydi, laiklər, dünyələr, xalq dindar idi. Azərbaycanda xalq hansınlandı, dövlət hansınlandı. Azərbaycana xalq da qarışıq dövlət də Heç bir ad tapa bilməzsiniz. Çünki Azərbaycanda ideoloji işləmir. Hansı olmalıdır? Ben bugün İslamcılar zaten rejeleştim biraz böyle təsirləndim. Hansı olmalı? Hansı olmalı? Yəni, Sənin